Deməli, məndən istəyirdilər o pult sistemini çəkmək. Akkumulyator gördüyünüz kimi bu yoğun qırmızı massadır. Qara pultun massası buna calandı. Hamı bilir də, yəni indi pultun şeyləməyi. Bu qapı yazmışam, qapını açıb bağlayan pult özü. Bunu starter kimi əvəz eləmişəm. Bu yığdığımdır pultunla xodlanan. Bu deyək ki zamok. Yəni burada bu pult. Bagaj açanı basanda bax zamok açıldı. Deyək ki. Belə göstərim. Bu starter. Elə bir ki basanda starter verir. Orada da zamoku açdı. Söndürəndə də bir dəfə bastın. Zamoku söndürdü. Maşın söndü. Buraya yazmışım zamok. Starter deyək ki bu. Bu starterdə nəyə qoşulur? Baxın pult da burada. Bagaja gedən var. Qara qırmızı. Bu avtomatı idarə eləyir. Avtomat da burada. Bir dəfə basanda zamok açır. Bir dəfə basanda bağlayır. Bir dəfə bassam açır. Bir dəfə bassam belə. Burada da qapı açan, qapı bağlayan. Qapını açır. Qapını bağlayır. Qırmızı tok. Bu. Burada sarı, 2 dənə sarı var. Qapını açıb bağlamaqdan ötürü massaya bağlanır. Oranjıvı var. Bağlanır toka. 2 dənə ağ burada. Biri ağ, qaradır, biri ağ. Qapını açıb bağlamaq üçündür. Qırmızı qara bagaj üçündür. Korişnevi perdaxnarit elindən. Pavorotnik üçündür. Pavorotnik yandırır, söndürür. Qoşursan. Bu da zamok deyək ki, bagaja gedəndir. Bagaj açır, bağlayır. Bunu mən prosto yığmışam bu avtomatla. Bir dəfə basıram. Starter verdi. İndi orada diod qoyursan, maşın xodlu vəziyyətdə starter bir dəfə verir də. Yəni daha ikinci səfər starter vermir. Bu da zamok açdı. Zamok bağladı. Zamok açdı. Zamoku bağladı. Maşını xodlayır, söndürür. Yəni belə, bu qədər. Zamok açdı, starter verdi, xodladı, deyək maşını. Maşının hal-hazırda deyək ki, işlək vəziyyətdədir. Bir dəfə də bastım, söndürdü. Bu da qapını açdı, qapını bağladı. Mən bunu yerdə yığmışam. Belə.